Analizi vermək istəmirik, amma bilmək istəyirik ki, bizdə vitamin çatışmazlığı varmı, yoxmu? Ya da hansısa çox vacib mineralların çatışmazlığı varmı, yoxmu? Maqnezium çatışmazlığı, yuxu pisdir, yaxşı yata bilmirsən, yuxudan doya bilmirsən, lazım olanda istəyəndə yata bilmirsən. Sonra ayaqlarda qıcolmalar, gərginlik, narahatlıq, həyəcanlılıq. Həyəcanlı olmaq, gərgin olmaq. Təbii ki, artıq o yuxusuzluğun özü də insanda gərginlik və əsəbilik yaradacaq. Çünki niyə? Əgər bir insan yaxşı yatmırsa, onda əlbəttə həyəcan və gərginlik də olacaq. Digər vitaminləri və mineralları digər paylaşımlarda deyəcəm.